Salam dostlar, mövzumuz yenə sifətin incəliklərinə aiddir. Gəlin nümunəyə baxaq. I am down və yaxud da I don't will silk thread və yaxud da silk in here. Material bildirən həqiqi sifətlər, isimlər və onların məcazi, mənsubiyyət, bənzətmə formaları vardır. İngilis dilində material adları gold, silver, silk, iron, stone, wood fərqli rollarda çıxış edə bilirlər. Material isimləri non-adjuncted material nouns adlanır. Əgər söz həqiqətən də o maddədən, materialdan hazırlanmış maddi bir əşyanı bildirirsə, adətən ismin özü sifət kimi çıxış edir, ismin qarşısında gəlir. Nümunələrə baxırıq. Iron down, dəmirdən düzəldilmiş qapı, bu həqiqi materialdır. Silk thread, ipəkdən ibarət sapdır, həqiqi materialdır. Gold ring, qızıldan hazırlanmış üzükdür, həqiqi materialdır. Keyfiyyət, bənzətmə bildirən sifətlər attributiv adlanır. Əgər həmin söz materialın özünü yox, materialın xüsusiyyətlərini, parıltısını, möhkəmliyini, yumşaqlığını və başqa bir mücərrəd və ya konkret əşyaya köçürülürsə, bənzədilirsə, buna dilçilikdə məcazi bənzətmə sifətlər deyilir. Bu zaman bəzi sözlər sonuna in şəkilçisi əlavə edilir. Iron will, dəmir, möhkəm, sarsılmaz iradə, silken wire, ipək kimi yumşaq, hamar, golden opportunity, golden future, wooden response və s. taxta kimi bu kimi ifadələrə fikir verirsə, həqiqətən o maddədən düzəlibsə həqiqi material adlanır, onun xüsusiyyətlərini daşımırsa, bənzədilirsə məcazi sifət adlandırılır.